Salam. Bugün sizinlə Robert Greene'nin o məşhur, çox müzakirə olunan Hakimiyyətin 48 Qanunu kitabına baş vuracağıq. Yəni, oradakı bəzi əsas strategiyaları, onların arxasındakı məntiqi biraz daha dərindən anlamağa çalışacağıq. Salam. Həqiqətən də çox səs-küyə səbəb olmuş bir kitabdır. Bəziləri üçün dərslik, bəziləri üçünsə, necə deyim, amansız bir təlimat kitabçası kimi. Elədir. Hakimiyyətə gedən yolda istifadə edilən üsullardan danışır. Bəzən etik cəhətdən düzü çox mübahisəli görünür bu üsullar. Amma tarixə baxanda görürük ki, bunlar həmişə tətbiq olunub da, yeni bir şey deyil əslində. Sadəcə Green bunları sistemləşdirib. Bəli, məqsədimiz də elə budur ki, sizin üçün oradan ən diqqət çəkən məqamları, nümunələri seçib biraz təhlil edək. Elə isə başlayaq. İlk və məncə ən əsas mövzulardan biri də görünüşlə reallıq arasındakı fərq. Yəni, bu həmişə aktualdır. Hə. Kitab birbaşa Machiavellini yada salır. Deyir ki, zahirən nəcib görün, hətta demokratik, ədalətli. Amma içəridə, daxildə ayıq-sayıq ol, sərt ol. O məşhur dəmir ələ məxmər əlcək prinsipi. Bəli, odur. Bu sadəcə ikiyüzlülük kimi yox, hakimiyyət oyununda vacib bir element kimi təqdim edilir. Tamamilə. Çünki Green'in əsas argumentlərindən biri odur ki, insanlar çox vaxt gördüklərinə inanır. Eşitdiklərinə o qədər də yox. Görüntü daha güclüdür. Məsələn, Qanun 9-unda deyir ki, hərəkətlərinlə qalib gəl, sözlərinlə yox. Sözlər mübahisə yarada bilər, amma hərəkətlər, yəni daha tutarlıdır. Buna misal olaraq Coriolanus hekayəsi var idi, deyəsən Roma sərkərdəsi. Bəli, Coriolanus çox yaxşı nümunədir. Baxın, o böyük hərbi uğurlar qazanmışdı, qəhrəman idi əslində. Amma xalqa qarşı o qədər təkəbbürlü danışdı ki, yəni o danışıq tərzi onun bütün qəhrəmanlıqlarını sildi elə bil. Və axırda sürgün edildi, elə deyilmi? Bəli, sürgün edildi. Deməli, onun sözləri, necə danışdığı, nə dediyindən daha vacib oldu. Amma mənfi mənada təsir etdi. Bu da onu göstərir ki, güc təkcə nə etdiyindən bağlı deyil də, özünü necə təqdim etdiyindən də çox bağlıdır. Mütləq, özünü idarə etmə, təqdimat, bunlar çox önəmlidir. Bu da bizi birbaşa növbəti vacib mövzuya gətirir. Reputasiya və diqqət. Yəni, qanun 5 və 6. 5-ci qanun deyir ki, reputasiya həyatın bahasına qorunmalıdır. 6-cı da deyir ki, hər veclə diqqət mərkəzində ol. Reputasiya gücün təməl daşı kimidir. Düzdür. Amma o diqqət cəlb etmə məsələsi. P.T. Barnum'un o New York'dakı hekayəsi var ya, insanları maraqlandırmaq üçün boş yerə kərpiç yığması. Bu biraz qəribə deyil. Hə, o qəribədir. Yəni, hər cür diqqət həqiqətən yaxşıdırmı? Mənfi diqqət də diqqətdir prinsipi. Bu biraz riskli səslənir axı. Maraqlı sualdır. Baxın, Green'in argumenti odur ki, ən pisi diqqətsizlikdir. Yəni, unudulmaq, gözdən düşmək. Barnum başa düşürdü ki, insanlar onun haqqında danışsın. Fərqi yoxdur. Tənqid etsinlər, tərifləsinlər. Yetər ki, adı dildə olsun, gündəmdə qalsın. Amma reputasiya başqa məsələdir də. O daha həssasdır. Tamamilə. Reputasiya daha kövrəkdir. Məsələn, Alman generalı Rommel. Təkcə onun adı Şimali Afrikada rəqiblərini qorxudurdu. Özü orada olmasa belə, reputasiyası işləyirdi. Deməli, güclü reputasiya sənin yerinə də işləyə bilir. Bəli. Ona görə də onu qorumaq şərtdir. Amma Green onu da deyir ki, lazım gələndə rəqibin reputasiyasına zərbə vurmaq da güclü bir alətdir. Amma bunu necə etməli? Açıq hücumla? Yox. Əsas məsələ odur ki, bunu çox ustalıqla edəsən. Birbaşa, kobud hücumdan çəkinərək. Çünki açıq hücumlar çox vaxt əks effekt verir. Səni zəif, hətta paxıl göstərə bilər. Aydındır. Başqalarının gücündən, biliyindən, zəkasından istifadə etmək, bu da kitabda vurğulanan başqa bir strategiyadır, eləmi? Qanun 7. Hə, o da var. Deyir ki, başqalarının işindən faydalanın, amma tərifi özünüzə götürün. O, Thomas Edison və Nikola Tesla hekayəsi buna misal çəkilir. Bəli, o məşhur hekayə. Bu, açığı çox soyuq bir hesablanma kimi gəlir mənə. Başqasının enerjisini, zəhmətini, istedadını öz məqsədin üçün istifadə etmək. Hə, kitabın etik tərəfi, dediyimiz kimi, biraz kənarda qalır, daha çox effektivliyə, nəticəyə fokuslanıb.
Və bu strategiya təkcə istedaddan deyil, hətta rəqiblərdən, düşmənlərdən belə faydalanmağa əhatə edir. Məsələn, qanun 2-yə baxın. Dostlara çox güvənməmək, əksinə keçmiş düşmənlərdən istifadə etmək. Bəli, məhz o. Mao Tse-Dunun hekayəsi buna yaxşı nümunədir. Yapon işğalı zamanı o əsas rəqibi olan millətçilərin Yaponlarla vuruşmasına şərait yaradır. Öz qüvvələrini isə qoruyur, saxlayır, hətta təcrübə toplamalarına imkan verir. Elə bir düşməni başqa bir düşmənin üstünə salır. Maraqlı taktikadır. Amma bunun məntiqi nədir? Niyə keçmiş düşmən dostdan daha etibarlı olsun ki? Greenin məntiqi budur ki, dostlar paxıllıq edə bilər, sizi arxadan vura bilər. Amma keçmiş düşmənin sizdən gözləntisi daha azdır. Ona nəyisə sübut etməyə çalışar və daha sadiq ola bilər. Həm də ətrafda düşmənlərin olması sizi daim ayıq saxlayır, arı kimi. Arxayınlaşmağa qoymur yəni. Bəli, amma bu da əlbəttə ki, daimi bir gərginlik yaradır da, sabitliyi poza bilən bir yanaşmadır. Amma gücün özü də təhlükə yaradır da, təkcə onu əldə etmək yox, onu saxlamaq da çətindir. Məsələn, təcrid olunma riski. Qanun 18. Hə, o da çox vacib məqamdır. Özünü qorumaq üçün qala tikməyin deyir. Təcrid təhlükəlidir. 14-cü Ludovik zadəganları Versaldə yanında saxlayırdı. Güya ki, potensial qəsdlərdən qorunmaq üçün. Amma əslində onların nəzarətdə saxlamaq üçün idi. Bəli. Amma bu, eyni zamanda onu real dünyadan, vacib məlumatlardan, xalqdan uzaqlaşdıra bilərdi də. O qala həm qoruyur, həm də bir növ həbsxanaya çevrilir. Bu güclü bir paradoksdur. Tamamilə doğrudur. O qala səni həm qoruyur, həm də kör edir. Çöldə nə baş verdiyini bilmirsən. Bu çox liderin düşdüyü tələdir. Və başqa bir təhlükə də uğurun özündən gəlir. Yəni, uğurun gətirdiyi arxayınlıq. Qanun 47-də deyildiyi kimi, qələbədə nə vaxt dayanacağını bil. Dayanmağı bacarmaq. Bəli, Böyük Kirin hekayəsi. Massaget kraliçası Tomirisi məğlub edir, amma dayanmır. Arxayınlaşır, irəli gedir və sonda Məğlub olur və öldürülür. yol açır. Bu, tarixən dəfələrlə təsdiqlənib. Buna əlavə olaraq bir də qanun 46 var. Deyir ki, həddindən artıq mükəmməl görünməyin. Bu paxıllıq yaradır və təhlükəlidir. Yəni, çox ideal görünmək də ziyanlıdır. Hə, Green deyir ki, bəzən kiçik bir qüsur nümayiş etdirmək lazımdır. Bu səni daha insani göstərir. İnsanlar səninlə daha rahat olur, paxıllıq azalır. Potensial düşmənlərin sayı azalır. Deməli, hər şey balansdan asılıdır. Nə çox zəif, nə çox güclü görünmək, nə çox uzaq, nə çox yaxın olmaq, çox incə məqamlardır. Elədir. Gücü qazanmaq bir şeydir, onu qorumaq, idarə etmək tamamilə başqa bir məharətdir. Öz çətinlikləri, öz incəlikləri var. Beləliklə, bugün müzakirə etdiyimiz məqamlar göstərir ki, hakimiyyətin 48 qanunu gücü bizim o idealist təsəvvürlərimizdən çox fərqli təqdim edir. Daha sərt, daha strateji bir oyun kimi. Bəli, soyuq məntiqlə hesablanmış bir oyun kimi. Görünüşləri idarə etmək, insan psixologiyasından istifadə etmək, strateji düşüncə, bunlar oyunun əsas elementləridir. Bu qanunlar bəzən düzü narahat edici səslənir, amma insan təbiətinin və sosial dinamikaların bəzi dəyişməz tərəflərinə də işıq salır. Mütləq. Və sizin üçün son bir düşüncə, bir sual ortaya atmaq istərdim. Baxın, bu qanunlar elə bil əsrlər əvvəlki saray intriqaları, döyüş meydanları üçün yazılıb. Elə görünür, hə. Görəsən, bugün bizim daha müasir, daha şəffaf, daha demokratik olduğunu düşündüyümüz dünyada, məsələn, iş yerlərimizdə, sosial çevrələrimizdə, hətta gündəlik münasibətlərimizdə bu qanunlar nə dərəcədə aktivdir? Yəni, forması dəyişsə də məzmunu qalıbmı? Bəli. Bəlkə də oyunun qaydaları heç dəyişməyib, sadəcə olaraq daha incə, daha görünməz formalarda davam edir. Pərdə arxasında o oyun hələ də tam gücü ilə gedir bəlkə də. Bu haqda düşünməyə dəyər. Həqiqətən də düşündürücü sualdır. Ümid edirik ki, bugünkü dərin müzakirəmiz sizin üçün də maraqlı və faydalı oldu. Ümid edirik. Əgər bu söhbət xoşunuza gəldisə, kanalımıza abunə olmağı, bəyənməyi unutmayın. Bu bizim üçün böyük dəstəkdir. Bəli, şərhlərinizi də gözləyirik. Bəlkə sizin də bu qanunlarla bağlı təcrübələriniz və ya fikirləriniz var. Növbəti müzakirələrdə görüşənədək Sağ olun.